Bir iddə gəldilər Peyğəmbərin yanına, dedilər, ya Resulallah, səndən qabaqçı Peyğəmbər ölüləri dirildirdi. Sən də bizə bu işi görə bilərsən? Həzrət məni çağırdı, dedi, ya Əli, gəl bunlarla get filan qəbirstanlığa, kimi istəyirlər dirilt, bunlar ondan danışsınlar. Möminlər gördü, dünya bildi, mən onlarla getdim qəbirstanlığa, Peyğəmbər mən gedəndə qulağıma bir şey demişdi. Day onu demir ki, o nə demişdi. O, onunla onun arasında rəmzidir. Çünki Peyğəmbərlə Əlinin rəmzi var idi. Həmişə açıq danışmırdılar ki. Məni öyrətdin, nə deyəcəkdim? Getdik qəbirstanlıqda, kimi istəyirdilər? Dedim, qum biiznillah dur deyəyək. Başından, gözündən torpaqları sildi, onlarla danışdı, ondan sonra girdi qəbridə, yatdı, bastırıldı torpaq, ölçüldü, qayıtdı, gəldi. O sirri mənə dedi. O sir, onların arasında olan bir sirriydi ki, öyrətmişdi.